Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün biz sizinlə Telegramda qarşıma belə bir sınaq çıxdı, hansı ki Excel ait 5 dənə sualdır. İstədim ki, onun izahını sizinlə bölüşüm. Başlayaq. Və onu da deyim ki, bu sınaq Diman içərisində olan suallarla əlaqəli sınaqdır, yəni o səviyyədə olan sınaqlardan biridir. Excel aiddir. Gördüyünüz kimi də birinci suala keçdirək. Deməli, başlayaq. Elektron cədvəl fraqmentinə əsasən B2 xanasının qiymətini müəyyən edin. Baxaq, B2 xanası buradadır. B2 xanasının qiymətini deməli öyrənmək üçün nə etməliyik? Deyir ki, C1 plus A3. C1-in qiyməti 4-dür. 4 plus A3 xanası. A3 xanasının qiyməti 6-dır. Və əlbəttə bu mötərizədə yazılacaq. Bölək B1 xanasına, hansı ki B1 xanası 8-ə bərabərdir. Və toplayırıq B3 xanası ilə. İlk öncə bölmə əməliyyatını yerinə yetirək. Daha doğrusu mötərizənin içərisini toplayaq. Onu da 8-ə bölürük. 18-ə bölünəndə deməli 1,25 düşür, səhv eləmirəmsə. 18-ə bölünür. Üzərinə 3 əlavə olunacaq. 1,25 bu edəcək. 18-ə bölünməsi üzərinə də 3 gələndə eləyəcək 4,25. Doğru cavab A variantıdır. İkinci suala baxırıq. Elektron cədvəl fraqmentinə əsasən C3 xanasını, indi bizdən C3 xanasını istəyir. Hansı ki gəldi? Average və count. Average, indi burada A1-dən B3-ə qədər ədədləri istəyib də, düzdürmü, bizdən nisbətini verib. Yəni biz A1-dən B3-ə qədər olan ədədlərin deməli toplayıb onların sayına böləcəyik. Hansı ki ədəd ortağının tapılması üçün istifadə olunan funksiya average funksiyasıdır. Count funksiyası isə A1-dən A3-ə qədər olan ədədlərin və buradan bura qədər olan ədədlərin sadəcə sayını sayır ki, nə qədər burada deməli simvol var. Gəlin keçid edək suala. Average A1-dən B3-ə qədər, yəni hansı ki elə bunun hamısını biz toplayıb ədəd ortasını tapacağam. 24, 6, 30, 40, bu elədi 10, 50, 54. Deməli 54-dür və sayına qədər ədəd ortasını tapaq. 6 dənə ədəddir. 54 6-ya bölündə düşəcək 9. Deməli bunun ədəd ortası 9-a bərabərdir. Daha sonra nə edirəm? Və count bir dəqiqə. Count A1-dən A3-ə qədər neçə dənə simvol var? 1, 2, 3 dənə simvol var. Bizə də nə istəyir? C1-dən C2-ni çıxmaq. 9-dan 3-ə çıxanda qalacaq 6. Doğru cavab D variantı. Növbəti suala. Elektron cədvəl fraqmentinə əsasən C3 xanasının qiymətini müəyyən edin. Baxaq. Maksimum deyir ki, A1-dən A1 B2 arasında, hansı ki baxın A1 B2 xanası arasında. Burada maksimum qiymət nəyə bərabərdir? Maksimum qiymət 8-dir. Gördüyünüz kimi burada da bizə bunlar arasındakı maksimum qiyməti istəyir. Olacaq 8. Minimum, indi minimum qiymətə baxaq. A1 ilə B3 arasında, əlbəttə ki, bunlar içərisində A1 ilə B3 arasında minimum qiymət nəyə bərabər olacaq? Deməli, -5-ə bərabər olacaq. A1 ilə B3 arasında -5. Daha sonra C1 plus C2. C1 ilə C2-nin cəmi nəyə bərabər olacaq? Deməli, işarəyə görə dəyişəcək. 8-in üzərinə -5 gələndə olacaq 3. A2-nin qiyməti deməli, onu silim. Neyse. A2-nin qiyməti deməli 3-dür. 3-ü vuracam 2-yə. Çıxacam B3-ün qiymətini 4-ü. 3 dəfə deməli 2-m edəcək. 3 dəfə 2-m 9. 9-dan da 4 çıxanda qalacaq 5. Niyə doğru olmadı ki bu? Bir dəqiqə yenə baxaq. Baxın. Bizə deyir ki, maksimum A1 ilə B2 arasındakı maksimum qiymət nəyə bərabərdir? Burada maksimum qiymət 8-ə bərabər olacaq. Bu doğrudur. Minimum qiymət A1 ilə B3 arasında.
Əlbəttə ki, minimum, yəni bu ümumilikdə cədvələ baxacam mən. A1 ilə B3 arasındakı qiymətə baxacam. Bu da olacaq bunlar arasındakı ən minimum qiymət -5-ə bərabərdir. Onun üçün də doğru, yəni burada da -5 götürülür. Daha sonra S1 ilə S2-nin cəmi, yəni 8 ilə -5-in cəmi edəcək 3. 3 ilə də A2-nin hasili eləyəcək 9. 3 3-ə vuranda bu da eləyəcək 9. 9-dan da çıxacam B3-ün qiyməti. B3-ün qiyməti də 4-ə bərabərdir. Doğru cavab 5 olur. Yəqin ki, variantlarda səhvlik var. Doğru cavab burada 5 olacaq. Keçək növbəti suala. Deməli, elektron cədvəl fraqmentinə əsasən B1 xanasının qiymətini müəyyən edin. Aha. Baxın, burada sum funksiyası cəmləmə funksiyasıdır. Yəni average də bildiniz ki, nədir? Ədəd ortanın tapılması. Yəni sum burada A2-dən A6-ya qədər olan xanalardakı qiymətləri toplayacağıq. Average-də isə toplayıb ədəd ortasını tapacağıq. Gəlin baxaq. 10, 20, 30, 30, 60, 40, 100, 150. Deməli, topladıq ki, A2-dən 6-ya qədər olan xanadakı qiymətlərin cəmi nəyə bərabərdir? 150-yə bərabərdir. Daha sonra indi həmin ədədlərin ədəd ortasını tapıram. Deməli, bu 150 elədi. Neçə dənə ədəddir? 5 dənə. 150-ni də 5-ə bölüb ədəd ortasını tapanda olacaq neçə? 30. 150-dən də 30-un çıxanda cavab olacaq 120. Doğru cavab bu oldu. Daha sonra elektron cədvəl fraqmentinə əsasən B5 xanasının qiymətini müəyyən edin. Gəlin baxaq. Bizə birinci soruşur ki, sum A1-dən D3-ə qədər ədədlərin cəmlənməsi. A1-dən deməli D3-ə qədər ədədlərin cəmlənməsi. Baxırıq, bu ədədləri cəmləyəcəyik biz. 12, 14, 26, bu eləyir 4, bu elədi 30. Deməli, 4 ilə 8, 4, 30, 40, 44, 60. Deməli, 60 oldu doğru cavab burada. A1-dən D3-ə qədər cəmlədik, oldu 60. İndi count A1-dən D3-ə qədər ədədləri sayırıq ki, A1-dən D3-ə qədər neçə dənə ədəd var? Sayına baxacam. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dənə. Aha. 8 simvol var. Qiymət var. Gəlirəm, average A2-dən deməli, A2-dən S3-ə qədər ədədlərin ədəd ortasını tapacam. A2-dən S3-ə qədər. Baxaq. Ay, bura keçməyək. A2-dən S3-ə qədər. Baxıram. Deməli, birinci ədədləri toplayaq. 14, 6, 20, 30, 28. Neçə dənə rəqəm var? 1, 2, 3, 4. 4 dənə. 30-da 4-ə bölürəm 7. Yəni, bunun ədəd ortası da nəyə bərabər oldu? 7-yə bərabər oldu. Nə edirəm? 60 çıxılsın. 8 ilə 7-yə vuranda 56 olur. Doğru cavab da olacaq 4. Deməli, bizim B5 xanasının qiyməti nəyə bərabər oldu? 4-ə bərabər oldu. Bu sualda bir dənə deyəsən variant səhvliyi oldu. Deyəsən yox, mütləq. Çünki cavab 5 alınır. Variantlarda da 5 yoxdur. Ola bilsin ki, mən texniki səhv eləyirəm. Nəysə, bu qədər suallar ümidvaram ki, aydın oldu. İzah edə bildim. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.